Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âkibetu lil muttaqin. Ve la udvana illa alel zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Məzhəbə bağlanma və təqlid haqqında dərslərimizi davam etdiririk. Və öncəki dərslərdə məzhəbə təqlidi inkar edən insanların bəzi iradlarına nəzər yetirdik və ona qısa şəkildə cavab verdik. Və məzhəbə təqlid etməyi inkar edənlər əhl-i sünnətin bəzi sözlərini gətirib, bununla da məzhəbə təqlid etməyin batil olduğunu göstərməyə çalışırlar. Çünki həmin imamlardan gələn bəzi sözlərdə onlar təqlid etməyi qadağan edirlər və onların sözlərini hüccətsiz olaraq qəbul etməyi məzəmmət edirlər. Misal üçün, İmam Əhməd rahiməhullahu teala bəzi əshabına demişdir ki, "La tuqallidni və la tuqallid Malikən və la Şafiiyyə və la Əvza'iyyə və la Thəvriyyə və xuz min heysu əxəzu." Buyurur ki, mənə Malikə, Şafiyyə, Əvza'iyyə, Səvriyə təqlid etmə. Onların götürdükləri yerdən götür. Həmçinin İmam Şafii rahimehullah teala buyurur ki, "Məsəlul-ləzi yatlubul ilmə bilə hüccətin kəməsəli hatibi leylin. Həzmuhu alə unuqih və fihi əf'a təldəğuhu və la yədri." İmam Şafii buyurur ki, hüccətsiz elm tələb edən şəxsin misalı gecə vaxtı odun yığan şəxs mislindədir. Odun şələsi onun boynunda olur. Həmin şələnin içində isə ilan olur. Nəticədə həmin adam boynunda ilan daşıdığını bilmir və ilan da onu vurur. Və həmçinin İmam Şafiinin digər bir söz də var. Onu da gətirirlər. İmam Şafii buyurur ki, "İzə xalifə qavli qavlən Rasulü sallallahu aleyhi və səlləm فَخُذُوا بِقَوْلِ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ وَضْرِبُوا بِقَوْلِ عَرْضَ الْحَائِطِ." Buyurur ki, mənim sözüm Allah Resulunun sallallahu aleyhi və səlləm sözünə müxalif olacağı zaman Allah Resulunun sözünü götürün və mənim sözümü divara çırpın. Və həmçinin imamlardan gələn buna bənzər digər sözlər də var. Həmin adamlar təqlidin haram yaxud qadağan olunmasını ispat etmək üçün bu cür rəvayətləri gətirirlər. Gətirilən bu nəqillərə cavab olaraq deyəcəyik ki, məzhəbsizlər üçün bu sözlərdə heç bir dəlil yoxdur. Çünki imamlardan gələn bu sözlər təqlidin qadağan edilməsi üçün gəlməyib. Və keçən dərslərimizdə də qeyd etdik ki, müctəhidin hüccəti şər'i dəlillərdir. Müctəhidin hüccəti şər'i dəlillərdir. Müqəllidin yaxud avamın dəlili isə müctəhidin sözüdür. Yəni biz avam dediyimiz zaman ola bilər də ki, bizim sözümüzü eşidən insanların xətrinə dəysin bu söz, avam sözü. Halbuki avam alimlərin qatında müctəhidin müqabilində istifadə edilən kəlmədir. Bizim dilimizdə, Azərbaycan dilində əvam sözü yaxud avam sözü savadsız və yaxud da ki, kütbeyin insan üçün istifadə edilən sözdür. Bizim örfümüzdə bu kəlmə bu mənalarda istifadə olunur. Alimlərin istilahında isə avam sözü, yəni müctəhidin müqabilində olan bir kimsədir. Yəni müqəllid, təqlid edən. Avam kəlməsi isə yaxud ammi deyirlər ona, ərəb dilində gələn ümumilik sözündən götürülüb. Yəni ümum müsəlmanlardan olan bir kimsə, yaxud sıravi müsəlmanlardan olan bir kimsəyə avam deyilir. Bu baxımdan avam sözü şəriət istilahında nəsə bir qəbahətli söz deyil. Biz dedik ki, müctəhidin hüccəti şər'i dəlillərdir. Müqəllidin yaxud avamın dəlili isə müctəhidin sözüdür. Çünki avam yaxud müqəllid ayrı-ayrı dəlillərə deyil, dəlilin daşıyıcısına tabi olur. İmam Şatibi Əl-Muvaffaqat kitabında buyurur ki, "Fətəvəl muctəhidinə bin-nisbəti iləl-avam kəl-ədilləti şər'iyyəti bin-nisbəti iləl-muctəhidin." Buyurur ki, avamlara nisbətdə müctəhidlərin fətvaları müctəhidlərin nisbətdə şər'i dəlillər mislindədir. Yəni müctəhidin hüccəti şər'i dəlillərdir.
avamın isnad etdiyi yer isə müctəhiddir. O dəlilin daşıyıcısıdır. Çünki o insan o dəlilləri anlamaq və onu yönləndirmək iqtidarında deyil. Yəni bu sözlərin mənası budur. Yəni müqəllid dəlilə sahib olduğunu bildiyi imama yaxud da ki müctəhidə tabi olur. Halbuki müqəllid həmin dəlili öz-özlüyündə bilmir. Yaxud bilsə də həmin dəlili yönləndirmək iqtidarında deyil. Bəlli olur ki, müqəllid müctəhidə onun dəlilə sahib olmasından ötürü təqlid edir. Bir sözlə həmin rəvayətlərdə gələn sözlərdə imamlar sıravi yaxud da ki alim olmayan insanlara deyil, digər imamların yaxud müctəhidlərin onlara təqlid etmələrini qadağan edirlər. Yəni İmam Əhməd mənə təqlid etmə dediyi zaman bunu sıravi müsəlmanlara deyir, yoxsa özü mislində olan alimlərə, müctəhidlərə bunu deyir. Bizim alimlər buyururlar ki, İmam Əhməd qeyd olunan rəvayətdə bu sözü böyük imamlardan olan şagirdlərinə deyir. Onun şagirdləri kimlərdir? Misal üçün, Abu Davud Əs-Sicistani. Abu Davud Əs-Sicistani məlum Əs-Sunan kitabının müəllifidir. Böyük imamlardan biridir. İmam Əhmədin şagirdidir. Və həmçinin İbrahim Əl-Harbi, Abu Bakr Əl-Əsram, Abu Zur'a, Abu Hatim, İmam Muslim, bütün bu alimlər müctəhid səviyyəsində olan imamlardır. İmam Əhməd bu sözü məhz onlar üçün deyib. Və İmam İbn Teymiyyə rahimehullah teala Fətvalar toplusunun 20-ci cildində 226-cı səhifəsində İmam Əhmədin bu sözlərini açıqlama gətirir. Və buyurur ki, فَإِنَّ أَحْمَدَ إِنَّمَا يَقُولُ هَذَا فِي أَصْحَابِهِ فَقَدْ İmam Əhməd bu sözlərini yalnız öz əshabı üçün demişdir. Deyir ki, وَأَمَّا مِثْلُ مَالِكٍ وَالشَّافِعِي وَسُفْيَانِ وَمِثْلُ إِسْحَاقِ بن راهويه وأبي عبيد فقد نص في غير موضع على أنه لا يجوز للعالم القادر على الاستدلال أن يقلدهم. Amma qaldı ki, İmam Malik mislində olan insanlara, yaxud Şafi, Sufyan və yaxud İshaq ibn Rahaweyhi kimi, Abu Ubeyd kimi insanlara artıq İmam Əhməd istidlal etmə iqtidarında olan alimin onlara təqlid etməsini qadağan etmişdi. İstidlal etmə iqtidarında olan alim də müctəhid olan kimsədir. Buyurur ki, və qalə, yəni Əhməd, لا تقلدوني ولا تقلدوا مالكا ولا الشافعية ولا ثوري. Mənə İmam Malikə və Şafiyə, Səvriyə təqlid etməyin. Və sonra İbn Teymiyyə buyurur ki, وَكَانَ يُحِبُّ الشَّافِعِيَّ وَيُثْنِ عَلَيْهِ. Halbuki İmam Əhməd İmam Şafini sevərdi və ona tərif deyərdi. Həmçinin İshaqı sevərdi və ona da tərif deyərdi. İmam Maliki, Sufyan Səvrini sevərdi və digərlərini də sevib onlara təriflər deyərdi. Onları xoş sözlərlə anardı. Lakin alimlərə buyurur ki, yəni öz şagirdlərinə buyurur ki, bu insanlara təqlid etməyin. Onlara təqlid etməyi qadağan edərdi. Və bunun ardınca buyurur ki, وَيَأْمُرُ الْعَامِّيَّ أَنْ يَسْتَفْتِيَ إِسْحَاقَ وَأَبَا عُبَيْدِ وَأَبَا ثَوْرِ وَأَبَا مُصْعَبِ. İbn Teymiyyə buyurur ki, İmam Əhməd avam bir kimsəyə isə İshaqdan, Abu Ubeyddən, Abu Səvrdən, Abu Mus'abdan soruşmağı, ondan fətva almağı əmr edərdi. Deməli, İmam Əhməd avamlara ictihad etməyi deyil, bu alimlərə sual verməyə əmr edərdi. Və Şeyxülislam İbn Teymiyyə burada açıq aydın bunu qeyd edir. Yəni öz əshabına, alimlərdən olan imamlara, digər alimlərə təqlid etməyi qadağan edər, avam kimsələrə isə bu insanlardan soruşmağa əmr edərdi. Sonra وَيَنْهَ الْعُلَمَا مِنْ أَصْحَابِهِ Ancaq əshabından olan alimlərə təqlidi qadağan edərdi və İbn Teymiyyə də onların adlarını çəkir burada. Kəəbi Davud və Usman ibn Sa'id və İbrahim el-Harbi və Əbi Bəkrin el-Əsram və Əbi Zur'a və Əbi Hatim el-Sicistani və Muslim və qeyrihim. Məsələn, Abu Davud, Osman ibn Sa'iddir, İbrahim el-Harbidir, Abu Bakr el-Əsramdır, Abu Zur'adır, Abu Hatim el-Sicistani və Muslim. Həmçinin digər alimlərdir bunlar. Yəni İmam Əhmədin mənə təqlid etməyin sözü bu imamlara deyilmişdi. Yəni sıravi müsəlmanlar üçün deyilməyən bir sözdür və İbn Teymiyyə də buyurur ki, bu sözlər sıravi insanlar üçün deyilməyib. İmam Əhməd sıravi insanlara bu alimlərdən soruşmağı əmr edərdi. Məhz bu alimlərə təqlid etməyə qadağan etmişdir. Və onlara deyərdi ki, aleykum bil asl. Siz əslə qayıdın. Bil kitabi və sünnə. Yəni kitab və sünnətə dönün. Bu təməllərə dönün. İmam Əhməd bu imamlara təqlid etməyi qadağan edər. Bu məsələ inşallah ki aydınlaşdı. Həmçinin məzhəbə təqlidi batil görənlər digər bir rəvayəti gətirib öz iddialarını ispat etməyə çalışırlar. Deyirlər ki, böyük imamlar belə demişlər. Əgər bir səhih hədis gələrsə,
bilin ki o mənim məzhəbimdir. Və imamların dedikləri bu sözdən iki şey anlaşıla bilər. Birinci ehtimal odur ki, həmin sözü deyən imam bildirmək istəyir ki, bir hökmə dəlalət edən səhih hədis tapsanız, onu mənim məzhəbim olaraq mənə nisbət edin. Misal üçün deyir ki, bir imam deyir ki, səhih hədis tapsanız, o hədisi mənim məzhəbim olaraq qəbul edin. Halbuki o hədis o imamın məzhəbində mövcud deyil. İkinci ehtimal da odur ki, onun qəsdi mənim sözümə müxalif olan bir hökmə dəlalət edən səhih hədis tapsanız, mənim sözümü tərk edin və səhih hədisi götürün. Yəni, mənə bu şeydə təqlid etməyin. Bu ikinci ehtimaldır. Yəni, birinci ehtimal odur ki, bir səhih hədis tapırsan, yəni, deyək ki, İmam Şafiinin demədiyi bir hədisi tapırsan, Şafii olduğun halda və o hədisi də İmam Şafiyə nisbət edirsən. Deyək, madam ki, bu hədis səhihdir, bu İmam Şafiinin məzhəbidir. Bu birinci ehtimaldır. İkinci ehtimal isə, əgər mənim sözümə müxalif olan hansısa bir hökmə dəlalət edən səhih hədis tapsanız, bu zaman mənim sözümü tərk edin, həmin o hədisi götürün. Bu ikinci ehtimaldır. Və bu dərsdə inşallah ki, birinci ehtimal barədə danışacaq, ikinci ehtimalı da gələn dərsə saxlayacaq. Deməli, birinci məsələ, əgər müqəllid imam üçün müəyyən bir hökmə dəlalət edən səhih hədis taparsa, onu, həmin o hədisi imama nisbət edib, məsələn, bu İmam Şafiinin məzhəbidir deməsi icazəlidirmi? Çünki İmam Şafi özü deyir ki, bir səhih hədis gələrsə, o mənim məzhəbimdir. Deyir ki, bir müqəllid səhih hədis tapsa, o deyə bilər ki, bu İmam Şafiinin məzhəbidir. Çünki İmam Şafi deyib ki, səhih hədis gələrsə, o mənim məzhəbimdir. Belə bir söz deyə bilər, yoxsa yox. Və imamlar bu məsələyə aydınlıq gətirib, demişlər ki, bunu yalnız müəyyən şərtlərə yiyələnmiş kimsə demək ixtiyarındadır. Misal üçün buyururlar ki, bu əməliyyatı həyata keçirənin müctəhid olması lazımdır. Yəni, bu sözü yalnız müctəhid alim deyə bilər. Həmçinin qalibu zann ilə imamın həmin hədis barədə xəbərsiz olmasını, yaxud onu səhih saymadığını düşünməsi lazımdır. Hansısa bir səhih hədisi İmam Şafiyə, misal olaraq İmam Şafiyə nisbət edən müctəhid, qalibu zann ilə düşünməlidir ki, İmam Şafiyə həmin hədis çatmamışdır və yaxud da ki, çatıbsa da belə, onun qatında o hədis səhih olmamışdır. Halbuki hədis səhihdir. Və alimlər buyururlar ki, bunu isə yalnız imamın bütün kitablarını və əshabın bütün kitablarını mütaliə edəndən sonra bilmək mümkündür. Yəni, sən hardan bilə bilərsən ki, İmam Əhməd, İmam Şafiyə yaxud İmam Əhmədə hansısa bir hədis çatıb yoxsa çatmayıb və yaxud onun qatında hədis sabit olub yoxsa yox. İmam Əhmədin və yaxud İmam Şafinin kitablarını oxumaq vasitəsilə və həmçinin onu oxuyandan sonra, onun əshabının kitablarını oxuyandan sonra bunu etmək mümkündür. Bunu edəndən sonra həmin rəvayətlə imamın üsullarına uyğun olaraq istidlal etməsi lazımdır. Deyək ki, bir müctəhid səhih hədis tapır. O səhih hədisi və yaxud hansısa bir rəvayəti nisbət edildiyi imamın üsullarına uyğun olaraq araşdırıb, onun üsullarına uyğun olaraq istidlal edir. İmam Şafinin məzhəbində olan bir insanın mürsəl hədisi dəlil olaraq gətirməsi doğru deyil. Yəni, mürsəl hədisi dəlil gətirib deyir ki, bu İmam Şafinin məzhəbidir. Nəyə görə? Çünki İmam Şafi müəyyən şərtlər olmayacağı təqdirdə mürsəl hədisi hüccət saymayıb. İmam Şafi özü onu hüccət saymadığı bir halda sən mürsəl hədisi götürüb İmam Şafiyə nisbət edə bilməzsən. Və alimlər həmçinin deyirlər ki, hansısa bir muarid olmamalıdır. Muarid deyildikdə, yəni ona əks olan bir dəlil ortada olmamalıdır. Çünki bəzən imamın qatında həmin rəvayətə əks gələn və onun önünə keçirilən digər dəlil olur. Bu halda da təbii ki, o hədis götürülməz. Və həmçinin bəzi digər şərtlər də qeyd ediblər. Buyurublar ki, yalnız bu hallarda hansısa bir adam bir hədisin zahirini imamın məzhəbi olaraq ona nisbət edə bilər. Sıravi bir insan bu cür edə bilməz. Bunu yalnız müctəhid müəyyən araşdırma aparandan sonra, müəyyən ictihad edəndən sonra bu nəticəyə gələrsə, hədisin zahirini o imama nisbət edə bilər. Və fəqihlərin bu məsələ barədə sözlərinə inşallah ki, baxaq. Hənəfi təhqiqçisi olan Allamə İbn Abidin Durrul Muxtar kitabının haşiyəsində buyurur ki,
Yəni bu məsələ barədə danışır. Deyir ki: "Və la yaxfa enne zalika limen kana ahlan lin-nazar fi'n-nusus və ma'rifati muhkamiha min mansukhiha." Bu ki, heç kəsə qaranlıq deyil ki, bu naslara nəzər yetirmək və möhkəm ilə mənsuxu ayırmaq biliyinə sahib olan kimsələrə xas olan bir şeydir. Yəni bu şey, bu əməliyyat kimlərə aiddir? O kəslərə ki, naslara nəzər yetirmək, möhkəm ilə nəsx edilmişi ayırmağa qadir olan kimsələrə aiddir. Və sonra buyurur ki: "Fəiza nazara əhlul məzhəb fi'd-dalil və amilu bihi sahha nisbatuhu ila'l-məzhəb likawnihi sadiran biizni sahibil məzhəb." Buyurur ki, məzhəb əhli dəlilə baxacaqları və ona əməl edəcəkləri zaman onun məzhəbə nisbəti səhih olacaq. Yəni müctəhidlər, məzhəbin daxilində olan müctəhidlər hədisi araşdırandan sonra bəli, o hədisi imama nisbət edə bilərlər. Buyurur ki, çünki bu məzhəb sahibinin izni ilə ortaya gələn bir şeydir. İz la şəkkə ənəhu ləv alimə da'fə dəlilihi rəca'a anhu və təbə'd dəlilil aqva. Buyurur ki, çünki şübhə yoxdur ki, əgər o, yəni imam, öz dəlilinin zəifliyini bilsəydi, ondan dönər, yəni ondan qaydardı və daha güclü dəlilə tabi olardı. Və həmçinin İmam Qarafi Əl-Maliki Şərh-ü Tənqih kitabında buyurur ki, bu məsələ haqqında danışaraq buyurur ki: "Fəinnehu la budda min intifa'il mu'arid." Ona əks olan dəlilin olmaması gərəkdir. "Vel ilmu bi'adamil mu'arid yetavaqqafu ala men lehu ehliyetu istiqra'iş şəri'a." Bunun olması barədə elm isə, yəni ona əks dəlil var yoxsa yoxdur, bu barədə elm şəriəti araşdırmaq əhliyyətinə yiyələnən kimsələrə dayanır. Bu halda deyə bilər ki, həmin hədis ona əks olan dəlildən xalidir. Əmmə istiqra'u qeyril muctəhidil mutlaq fələ ibrətə bihi. Ancaq mütləq müctəhid olmayan kimsənin araşdırma aparması heç bir dəyər daşımır. Yəni əgər bunu müctəhid etmirsə, hansısa bir insanın bir hədisi götürüb imama nisbət etməsi şəriətdə etibara alınmır. Həmçinin Şafii alimlərinə olan İmam İbn Salah Ədəbül Mufti vəl Müstəfti kitabında buyurur ki, İmam Şafiidən belə bir şey rəvayət edilir. Əgər mənim kitabımda Allah Rəsulunun sünnəsinə müxalif olan bir şey tapsanız, siz Allah Rəsulu sallallahu aleyhi və səlləmin sünnəsinə qayıdın, mənim sözümü isə tərk edin. Və daha sonra İbn Salah buyurur ki, وَلَيْسَ هَذَا بِالْهَيِّنِ Əslində bu heç də asan məsələ deyil. Yəni İbn Salah böyük imamlardan biridir. Buyurur ki, əslində bu heç də asan məsələ deyil. فَلَيْسَ كُلُّ فَقِيهٍ يَسُوغُ لَهُ أَنْ يَسْتَقِلَّ بِالْعَمَلِ بِمَا يَرَاهُ حُجَّةً مِنَ الْحَدِيثِ Heç də hər fəqihin hədisdən hüccət gördüyünə uyğun olaraq müstəqil şəkildə əməl etməsi icazəli deyil. Buyurur ki, çünki bəzi şafilər bu yolu tutmuşlar. Yəni onlara irad bildirir. Halbuki İmam Şafi hədisin səhih olduğunu bildiyi halda qəsdən həmin hədisi tərk etmişdir. Çünki onun qatında hədisi qəbul etmək üçün bir maniyə olmuşdur. Yəni İmam Şafi səhih hədisləri tərk etmişdir. Səbəb isə həmin hədislərdə müəyyən maniyələrin görməsidir. Buyurur ki, həmin maniyə isə başqalarına qapalı qalmışdır. Yəni bu məsələləri incələyə bilən kimsələr yalnız ictihad dərəcəsinə çatmış şəxslərdir. Həmçinin İmam Nəvəvinin rahimehullah təala Əl-Məcmu kitabının müqəddiməsində buna dair çox gözəl sözlər var. Buyurur ki, bunu isə, yəni hansı bir hədisi götürüb İmam Şafiyə nisbət etmək, İnnəmə həzə fīmən ləhu rütbətul ictihadi fil məzhəb. Bunu yalnız məzhəbdə ictihad rütbəsinə çatan kimsə edə bilər. İmam Şafiyə hansı bir hədisi nisbət edə bilər. Və sonra buyurur ki, həmin o müctəhidin də müəyyən şərtləri olmalıdır. Birinci buyurur ki, ən yəğlibə alə zannihi ənə şəfiiyyə rahiməhullahu teala ləm yəqif alə hədəl hədis əv ləm ya'ləm sihhətəhu. İlk olaraq o qalibu zannına düşünməlidir ki, İmam Şafii bu hədisə rast gəlməyib və yaxud da ki, o hədisin səhih olduğunu bilməyib. Müctəhid ilk öncə bunu bilməlidir. Deyir ki, və həzə innəmə yəkunu bə'də mutalaati kutubi şəfiiyyi kullihə və nəhvihə min kutubi ashabihi əl-əxizinə anhu və mə əşbəhəhə. Bunu isə yalnız hansı halda edə bilər? İmam Şafiinin bütün kitablarını mütaliə edəndən sonra və həmçinin onun əshabının kitablarını mütaliə edəndən sonra edə bilər. Bundan sonra biləcək ki, İmam Şafii o hədisi
bilib yoxsa bilməyib, yaxud o hədisə səhih deyib yoxsa deməyib. Deyir ki, وَهَذَا شَرْطٌ صَعْبٌ قَلَّ مَنْ يَتَّصِفُ بِهِ. Bu deyir, çox çətin bir şərtdir. Bununla çox az bir qism insanlar vəsf olunurlar bu şərt ilə. Yəni, nadir insanlar olmuşlar ki, İmam Şafiinin bütün kitablarını, onun əshabının bütün kitablarını araşdırıb üzə çıxarmışlar. Sonra buyurur ki, onlar bu şərti qoymuşlar. لأن الشافعي رحمه الله تعالى ترك العمل بظاهر أحاديث كثيرة رآها وعلمها. Buyurur, çünki İmam Şafi bir çox hədislərin zahirinə əməl etməyi tərk etmişdi. Onu görmüş və bilmişdir. Yəni İmam Şafi o hədisləri görmüşdür. Və o hədislər barədə xəbəri olmuşdu. Buna rəğmən İmam Şafi o hədislərə əməli tərk etmişdi. Lakin qamət dəlilu indahu alə ta'nin fiyhə əv nəsxihə əv təxsisihə əv təvilihə əv nəhvi zəlik. Səbəb isə İmam Şafinin qatında o hədis səhih olmamışdır və yaxud nəsx edilmişdir və yaxud da digər hədislə xüsusiləşmişdir və yaxud da ki, o başqa bir mənayı yozulmuşdur və buna bənzər digər səbəblər olmuşdur. Deməli, hədisin səhih olması artıq İmam Şafiyə onun nisbət edilməsini və yaxud İmam Əhmədə onun nisbət edilməsini gərəkdirməz. Çünki ola bilsin də ki, həmin o imamlar o hədis barədə xəbərdar olmuşlar. Həmin o imamlar o hədis barədə bilgili olmuşlar. Buna rəğmən o hədisi tərk etmişlər. Həmbəli imamlarından olmuş İbn Həmdən Sifətul Fətva vəl Müstəfdi kitabında buyurur ki, imamın məzhəbi onun hədisə müxalif olan sözü deyil, hədisin dəlalət etdiyidir. Sonra buyurur ki, və bu səbəbdən hədisin imamın məzhəbi olmasına fətva vermək icazəlidir. Bəli, bunu etmək icazəlidir. Hansı bir səhih hədisin imamın məzhəbi olduğunu demək olar. وَلَيْسَ لِكُلِّ فَقِيهٍ أَنْ يَعْمَلَ بِمَا رَآهُ حُجَّةً مِنَ الْحَدِيثِ حَتَّى يَنْظُرَ هَلْ لَهُ مُعَارِضٌ أَوْ نَاسِخ. Hansısa bir fəqihin rast gəldiyi bir hədisi hüccət görüb ona əməl etməsi icazəli deyil. Buyurur ki, həmin fəqih onun muaridı, yəni ona əks olan dəlilin olub olmamasını, yaxud nəsx edən, yaxud da ki, dəlili var yoxsa yoxdur, bilmir. Yəni, o bilmir ki, bu hədis nəsx edilib yoxsa nəsx edilməyib. Və yaxud da ki, ona əks gələn rəvayət var, ona əks gələn dəlil var yoxsa yoxdur. Bu şeyləri hər fəqih bilə bilməz. Hər fəqih bu barədə bilgiyə sahib deyil. Bu səbəbdən buyurur ki, bu cür şeylərə baxması lazımdır. Yaxud bu şeylər barədə bilgisi olan insanlara müraciət etməsi lazımdır. Yəni, bir hədisin səhih olması o demək deyil ki, o insan qatında artıq hüccət ola bilər. Yəni, hansı bir səhih hədisi götürüb ona əməl etməsi və o hədisi İmam Şafiyə nisbət etməsi və yaxud da ki, nisbət edildiyi məzhəbə onu aid etməsi icazəli deyil. Bütün bu şərtlər öz yerini almayınca. Və sonra İbn Həmdən buyurur ki, وَقَدْ تَرَكَ الشَّافِعِيُّ الْعَمَلِ بِالْحَدِيثِ عَمْدًا لِأَنَّهُ عِنْدَهُ مَنْسُوخ. Artıq İmam Şafi rahimahullahu teala səhih olduğunu bildiyi hədislərə uyğun əməli qəsdən tərk etmişdi. Çünki onun nəsx edildiyini bilirdi. Fəqihlərin bu sözlərindən anladığımız odur ki, imamların sözlərində varid olan bu kəlmə, yəni əgər bir səhih hədisi tapsanız, bilin ki, bu mənim məzhəbimdir sözləri iki ehtimal daşıyır. Və biz birinci ehtimal barədə danışdıq. Birinci ehtimal da odur ki, hansısa bir insanın səhih hədis tapacağı zaman nisbət olunduğu məzhəbin imamına o səhih hədisi aid edə bilər, yoxsa yox, deyə bilər ki, bu İmam Əhmədin məzhəbidir. Alimlərin sözlərindən anladıq ki, bunu müqəllid etmək iqtidarında deyil. Yəni, müqəllidə bu şey verilməmişdir. Bunu yalnız müctəhid müəyyən şərtləri özündə cəm edəcəyi təqdirdə etmək gücündədir. Və bu şərtlər də dediyimiz kimi müctəhid qalibu zann ilə imamın o hədis barədə xəbərsiz olduğunu düşünməlidir və yaxud da ki, o hədisin onun qatında səhih olmadığını düşünməlidir. Və həmçinin o hədisin ona əks gələn dəlildən xali olduğunu bilməsi lazımdır. Və həmçinin o imamın üsullarına zid gəlmədiyini bilməsi lazımdır. Çünki əgər onun üsullarına uyğun olmayan bir rəvayətdirsə,
onu imama nisbət etmək doğru deyil və buna misal kimi mürsəl hədisi qeyd etdik. Misal üçün İmam Şafinin qatında mürsəl hədis hüccət hesab olunmur. Bir insanın bir mürsəl hədisi götürüb İmam Şafinin məzhəbi olaraq ona nisbət etməsi doğru deyil. Və inşallah ki, gələn dərsdə ikinci ehtimal barədə danışacaq. İkinci ehtimal da odur ki, bir müqəllid zahirdə imamın məzhəbinə müxalif olan bir səhih rəvayət taparsa, bu halda hədisin zahirini götürəcək, yoxsa məzhəbi götürəcək. Yəni, deyək ki, İmam Əhmədin məzhəbinə təqlid edən bir kimsə bir səhih hədisə rast gəlir və həmin o səhih hədis də məzhəbin görüşünə müxalifdir. Bu halda o nə etməlidir?